100 neçə yaşa da çatmışam, 113 yaşına. Ömrüm uzundur. İnə belə də çox ömür istəmirəm də, Allah verən yaş. Hayf deyil Kəlbəcər, gözəl Kəlbəcər, ana vətənimdir. Havası yaxşı, suyu yaxşı, yaxşı yeməklərimiz olurdu. Ürəyim üstündə əsirdi, gəl. Yol vergilən ki, gelin Kəlbəcəri görüm. Allaha yalvarırdım. Qayıtmışam, sevincək qayıtmışam ki, elimə, günümə, vətənimə gedirəm. Kəlbəcərin o suyu, gözəl suyu içirəm, gələndən çay içmirəm. Deyirəm, o su ürəyimi dirildirdi. Kəlbəcərdə yaşamışam, anada burada olmuşam. 1-ci sinifə getmişəm, oxumuşam. 100 neçə yaşa da çatmışam, 113 yaşına. Ömrüm uzundur. İnə belə də çox ömür istəmirəm də, Allah verən yaş. Hayf deyil Kəlbəcər, gözəl Kəlbəcər, ana vətənimdir. Nəvəm çoxdur, 18-19 nəvəm var. Hələ çoxdur, yadımdan çıxıb. Nəvə, nəticə, kötücə, bunları görmüşəm. Anam da cavan ölüb də. Məni qardaşım saxladı, atam, qardaşımın yoldaşı, xalamız qızı idi. Bizi saxladı. Bacım 5 yaşındaydı, 5, anam öləndə. Onların sayəsində yaşamışam, bu vaxta çatmışam. Havası yaxşı, suyu yaxşı, yaxşı yeməklərimiz olurdu. Belə yaxşı yeməklər, köhnə yeməklərdən. Nehrə yağı yemişəm, qavunlarım. Heyvanı çökəldirdilər qışda, kəsirdilər. Onu nənəm quyruğunu kəsirdi, belə 4 bölürdü, kəndidə onun içinə qoyur. Deyirdim, ay nənə, nə həll edirsən? Deyirdi, sizə qışda kömbə pişirəcəm, ərdək qatlama pişirəcəm. Yaxşı qardaşlarım vardı, ali savadlı idi, riyaziyyat müəllimi idi biri NKV'di deyirdilər də, orada işləyirdi böyük qardaşım. Hürmətli, o qədər hürmət saxlayırdılar bir-biri. Gözəl günlər keçirmişəm. Yoldaşım gözəl məhlə olmuşdu. Balaca şivlərinin qucağında dolub, bazardan alıb gətirib bastırırdı. Onun barını gördüm. Yaxşı mürəbbələr pişirirdim. Məhləmiz də yekəydi. 2 adamın məhləsi idi. Bir aşağıda, bizim də yuxarıda anada. Ev tikdik. İnanarsan 9 göz ev yan-yanaşır. 2 yerdə mən yemək pişirirdim. Kuxunum vardı. Görüm, meşələrə sarı idi, vətənə sarı idi. Ata vətənimdə babaları oradan gəlibdi. Bax, o meşənin o dalı babaların yeri idi, mal qoyun saxlayırmışlar. Mənim dədəmin çox malı, qamışı, atı, qardaşlarım yaxşı at minirdi. Oynağan atları, belə gözə gələn. Qız gəlin suya gelin, aparırdılar suya, atlarında oynayırdı. Çox yaxşı yaşamışıq. Deyirlər, erməni gəlir. Ağlaya-ağlaya getdik. Dedim, adam da evin qoyar gedərmi? Bu belə məhləsin qoyub gedərmi? Erməni hardan gəlir gelir? Bir yol erməni isti suyu gəlib yoxlayırmış. Özünə yol çəkirmiş. Demə, yolları ölçülmüşlər ki, gələk müharibə eləyək. Bizim vətəni ala. Kəlbəcərdən çıxanda Gəncə tərəfə getdik. Getdik, yer yox, yurt yox, harda qalaq? Cavan oğlanlar hamı qapı-qapı gəzdilər. Mal dövlət qalıb, pul qalıb, gəlinlərin yaxaklının qızılları da şkafda qaldı. Kuşları gətirmədi götürələr. Deyirlər, erməni gəlir, bilmədilər, nə tər qaçarlar. Kimi meşədən, kimi vertolyot gəldi, bir-birinin üstünə yıxıla-yıxıla getdilər. Vertolyot avar elədi, ölüm oldu. Beli qırılan oldu, birinin anası öldü. Onun yolu, oğlu yolu belə qazır, xəndəyi, anasını orada bastırır. Kimin meyli harı yaparım. Gəldi Gəncəyə, hamı qapılarda durub, qız gəlin çıxıb şöyle ki, Kəlbəcərli köçüb gəlibdi, erməni köçürdü. Bir gəlin deyir ki, mən bu anıya evim var, verəcəm. Onun evində olduq, neçə il. Oğlum özünü düzəldə, oradan torpaq aldı. Yaxşı, 2 göz ev tikdi.
Qapıya yaxşı meyvə ağacları şivin saldı, belə bar gətirən. Heylə dolandıq. Allah Heydər Əliyevə ürəyimət eləsin. Erməninin əlindən o bizi aldı da. Heydər Əliyev gözəl kişi idi. O mənim ölən qardaşımdan bir işləyibdi. Yadımdan çıxmır. Elə şəkili görəndə deyirəm Allah, sağ olaydı da, bu günümüzdə sağ olaydı. Bizi erməninin əlindən aldı, bizə gün verdi. Çox xoş gün gördüm, yaxşı dolandıq. Sonra oğlum dedi, gəlin Bakıya, orada mənim də gözüm üstümüzdə olsun. Gəldim elə, o da bizə baxdı, bizə ev düzəltdi, verdi. Heylə də gəldik, bir yerdə olduq. Kəlbəcər gözəl idi. Mənim ana yurdumdur, ata yurdumdur. Ürəyim üstündə əsirdi ki, Allah. Yol vergilən ki, gelin Kəlbəcəri görüm. Allaha yalvarırdım. Allah İlham Əliyevin köməyi olsun. Mehriban Əliyevin köməyi olsun. Yolu açdı. Günümüzə ağ gün doğdu. Gəldim, ziyarət elədim atamı, anamı, qardaşlarımı. Qayıtmışam, sevincək qayıtmışam ki, elimə, günümə, vətənimə gedirəm. Allah deyirdi məni, anamın yanına apar gəlin, gelim anamın yanında yatım. Anamla söhbət edeyim. Çox gözəl buranın havası var. Bakının çayını içə bilmirdim. Kəlbəcərin o suyu, gözəl suyu içirəm. Gələndən çay içmirəm. Deyirəm, o su ürəyimi dirildibdi. Orada boğulurdum, gecə yata bilmirdim. Allah haqqı nəfəsim ağzımdan çıxırdı. Durub yerin içində otururdum, ay Allah. Havası yox hala, bəni alam, dincələm. Cavan olsunlar belə yaxşı yeməklər yesinlər, yaxşı sular içsinlər, idman etsinlər, uzun ömürlü olsun, xoşbaxt yaşasın. Hə, belə işlər.